Salam dostlar. Bax gördüyünüz dünyada olan bütün İngiliscə sözlər bu lüğətdədir və onu oxumağa davam edirik. Burada qalmışdıq. Abuse. Abuse nə deməkdir? Bir dəftər qələm götürün, yazın bilmədiyiniz sözləri. Abuse. Ya da videoya baxın, öyrənin. Abuse. Deməli, abuse the use of something in a way that is wrong or harmful. Nəyinsə istifadəsi, in a way, o şəkildə ki, that is wrong, yəni səhvdir və ya zərərlidir. Bunun bir sözlə izahı bizim dildə sui-istifadə deməkdir. Nədənsə sui-istifadə etmək. Məsələn, onun yerinə bu sözü işlədə bilərsiniz. Synonym, misuse. Məsələn, bu yada düşməyəndə misuse-u da istifadə edə bilərsiniz. Misuse, yəni yanlış istifadə, sui-istifadə. İndi ona aid nümunələr verilib. Alcohol, abuse, yəni alkoqoldan belə deyək də istifadə, alkoqol istifadəsi, sonra drug abuse, narkotik istifadəsi, solvent abuse, həlledicilərin deməli su istifadəsi, the system of paying cash, deməli, bonuses is open to abuse. Deməli, nə deyir? Deyir ki, nəqd ödəniş sistemi, cash, hətta bonusları, nəqd bonusların ödəniş sistemi is open to abuse. Yəni, sui-istifadəyə açıqdır. Yəni, might be used in the wrong way. Yəni, yanlış şəkildə istifadə oluna bilər. Ehtimalı var. He was arrested on charges of corruption and abuse of power. O, həbs olundu. Hansı ittihamlarla? Charges, ittiham deməkdir. On charges of. Yəni, nə ittihamına görə? Korrupsiya və hakimiyyətdən sui-istifadəyə görə həbs edildi. He was arrested. What she did was an abuse of her position as manager. Onun etdiyi nə idi? Deməli, menecer olduğu mövqeyindən sui-istifadə etmək. Menecer pozisiyasından sui-istifadə etmək. İkinci mənası nədir? Unfair, cruel or deməli, burada power vəzifə səlahiyyətlərindən də demək olar. Vəzifə səlahiyyətlərindən sui-istifadə. Cruel, dostlar, burada qəddar deməkdir. Unfair, ədalətsiz, cruel, qəddar və violent or violent treatment, yəni zoraki davranış kiməsə qarşı. Child abuse, uşaq istismarı, yəni uşaq zorakılığı, yəni ikinci mənası da o deməkdir. Uşaq istismarı, uşaq zorakılığı. Sexual abuse, cinsi zorakılıq, cinsi istismar. Reported abuses by the secret police. Gizli polis tərəfindən bildirilmiş zorakılıqlar, istismar halları. She suffered years of physical abuse. O, illərlə cinsi istismardan, cinsi zorakılıqdan əziyyət çəkdi, yəni ona məruz qaldı. Abuse var burada. Deməli, ondan əziyyət çəkdi. Suffer, burada məruz qalmaq deməkdir, əziyyət, bəli. Sonra, üçüncü mənası var. Rude and offensive remarks. Yəni, kobud və təhqiramiz ifadələr. Usually made when somebody is very angry. Adətən o vaxt edilir ki, bir nəfər çox qəzəblidir. Yəni, o zaman söyüş və təhqir işlədir o adam. Ya, buna nə demək? Yəni, bir sözlə, yəni, üçüncü mənası abuse-un nə deməkdir? Təhqir, söyüş, kobud sözlər. Burada remark söz var, dostlar. Remark, yəni nə deməkdir? Söz, ifadə, o deməkdir. Onun sinonimi də var. Məsələn, comment, yəni fikir, söz. Onu da işlədə bilərsiniz. Deməli, burada abuse-un üçüncü mənası dedik ki, nə oldu? Təhqir, söyüş, kobud sözlər. Sinonimi nədir? Insult.
Yəni təhqir, o da təhqir, bax burada insults. Təhqir, söyüş deməkdir. To scream, hurl, shout, abuse. Yəni nə deməkdir? Deməli bir baxaq. To scream, abuse, yəni qışqıraraq, qorxudan çox var scream olur. Scream, qorxudan qışqıraraq, çığlıq ataraq, yəni şey eləmək, söyüş söymək, təhqir etmək, təhqir, kobud söz. To hurl, abuse, yəni söyüş yağdırmaq, hurl yağdırmaqdır. Təhqir, kobud sözlər yağdırmaq. Bir də to shout, abuse, bir də adi qışqıraraq, kobud sözlər, təhqirlər demək. A stream of abuse. A stream of abuse. Burada niyə belə ox qoyub dostlar? Bax belə drop işarəsi qoyub. Yəni a stream of abuse da deyə bilərsiniz. A torrent of abuse da deyə bilərsiniz. Yəni a stream of abuse yəni nə deməkdir? Davamlı, ardıcıl, yəni təhqirlər dayanmır da, yəni ardıcıl söyür, təhqir edir. Ona deyirlər a stream of abuse. Amma a torrent of abuse, torrent, bu isə nə deməkdir? Nəyəsə şiddətli, yəni sel kimi gəlir də söyüşlər. Şiddətli axın deməkdir. Sel, şiddətli axın, söyüşlərin seli, şiddətli axını. Bu torrentin sinonimi də var dostlar. Deluge, deluge yazılır, amma deluge deyilir. Məsələn, o da sel, çox sayda ardıcıl deməkdir. Səhv etmirəmsə, bunu bir dəfə baxaram. Bu torrentin, burada sel məcazi mənadadır, amma səhv etmirəmsə, bunun həqiqi mənada da sel, daşqın mənası var. Sonra, abuse, feil kimi. To make bad use of something. Feil kimi nədir? Həddindən artıq istifadə etmək, sui istifadə etmək, zərər vermək. Məsələn, izahını da verir. To make bad use of something. Nədənsə pis istifadə etmək. Or to use so much of something. Ya da nəyisə çox istifadə etmək. That it harms your health. Sənin sağlamlığına ziyan vurur. To abuse. Dostlar, baxın, burada isim kimi abuse'dur, s. Görürsünüz, s. Amma feil kimi z. Abuse. To abuse alcohol. Yəni, içkidən aşırı istifadə etmək, su istifadə etmək. To abuse drugs. Narkotikadan istifadə etmək. Sonra he systematically abused his body with heroin and cocaine. O, yəni sistemli şəkildə bədənini, belə deyək də, bədəninə zərər verdi. Nə ilə? Heroin və kokainlə. Bədəninə zərər verdi. İkinci mənası. To use power or knowledge unfairly or wrongly. Deməli, gücdən, vəzifə səlahiyyətlərindən və ya bilikdən ədalətsizcəsinə və ya səhv, yanlış şəkildə istifadə etmək. Ədalətsiz şəkildə istifadə etmək. She abused her position as principal by giving jobs to her friends. O vəzifəsindən, direktor vəzifəsindən sui-istifadə etdi. Deməli, nə şəkildə? By giving jobs to her friends. Dostlarına vəzifə verməklə, iş verməklə sui-istifadə etdi. He felt they had abused his trust by talking about him to the press. O belə hiss etdi ki, onun yəni yaxınları, onun ətrafı, onun dostları və yaxud da onlar, kimdirsə indi onlar, həmin bu şəxsin, yəni hinin, yəni onun, hi yəni o deməkdir, yəni onun güvənindən sui-istifadə ediblər. Nə şəkildə? By talking about him to the press. Mətbuatı onun haqqında danışaraq. Yəni bunun başqa cür izahında verir ki, başa düşək tam olaraq nə deməkdir. Yəni ki, they tricked him. Onlar deyir nədir? Onu aldatdılar. Trick aldatmaq deməkdir. Aldatdılar. Although he had trusted them. Baxmayaraq ki, o onlara güvənmişdi. Üçüncü mənası. To treat a person or an animal in a cruel or violent way, especially sexually. Bir adama davranmaq və yaxud bir heyvana davranmaq qəddar və ya zoraki şəkildə.
Xüsusilə cinsi baxımdan. All the children have been physically and emotionally abused. Bütün uşaqlar fiziki və emosional cəhətdən nə eləmişdilər? Deməli, uşaqlara zoraki davranılmışdı, zorakılığa məruz qalmışdılar. He had abused his own daughter. O öz qızına qarşı zorakılıq etmişdi. Sonra had sex with her. Tam başa düşdünüz oxumuram. The boy had been sexually abused. Oğlan cinsi istismara məruz qalmışdı, yəni sexually abused. Dördüncü mənası. Təhqir etmək, söymək. Məsələn, gəlin izahına baxaq uzun şəkildə. To make rude or offensive remarks to or about somebody. Yəni, kobud sözlər və yaxud da incidici, təhqiramiz ifadələr işlətmək kiməsə və yaxud da kimiz haqqında. Yəni, bunun bir sözlə izahı təhqir etmək, söyməkdir. Sinonim kimi isə bunu da işlədə bilərsiniz. Insult. Insult. Dostlar, baxın, fikir verin. İsim kimi insultdur, söyüş, təhqir. Amma feil kimi insult, vurğu bura düşür artıq. Insult, yəni təhqir etmək, söymək. Deməli, burada the referee, deməli, buradaydı. The referee had been threatened and abused. Hakim təhdid olundu və təhqir olundu. Bir də var dostlar, abuser. Abuser istifadəçi deməkdir, asılı. İstifadəçi. A drug abuser. Məsələn, narkotik istifadəçisi. A child abuser. Burada isə şey mənasındadır. Əxlaqsız, məsələn, a child abuser. Burada artıq şey mənasındadır. Əxlaqsız və ya zoraki davranış göstərən şəxs. Yəni, əxlaqsız şəxs. Uşağa zorakılıq edən şəxs. Bax, burada belə gedir. Child abuser. Bir də abuser'ın üçüncü mənası da var. Pozucu, su istifadə edən mənası da var. Abusive. Abusive nə deməkdir dostlar? Təhqiramiz, kobud, zoraki. Birinci mənası şeydir, təhqiramiz, kobud. Məsələn, of speech or of a person, bir insanı və ya onun itkinin, rude and offensive, yəni kobud və incidici, criticizing, rudely and unfairly, kobud şəkildə və ədalətsiz şəkildə tənqid edir. Abusive language, yəni təhqiramiz, kobud dil, abusive remarks, təhqiramiz ifadələr, kobud sözlər. İkinci mənası, he became abusive when he was drunk. İçkili olanda, sərxoş olanda o şey olur da belə təhqiramiz birinə çevrilir, kobud birinə çevrilir. İkinci mənası da var, dostlar, burada görürsünüz. O behavior. Yəni bir davranışla bağlı bu sözü işlədə bilərik. Involving violence, yəni şiddət içərən, şiddəti özündə ehtiva edən, şiddətin yer tapdığı. An abusive relationship. Yəni ikinci mənası odur ki, zoraki. Zoraki yəni münasibət, əlaqə. An abusive relationship. Abusively nə deməkdir? Birinci mənası zərf kimi deməli. Təhqiramiz, kobud şəkildə. İkinci mənası zoraki şəkildə. Üçüncü mənası su istifadə edərək. İndi cümlələrdə hansı müvafiqdirsə, hansı aiddirsə onu işlədirik. Bir də dostlar, bu ikisini də oxuyum. Onunla da buranı bitirək. Deməli, about. About şeydir, bitişmək, kənarında olmaq. About. Deməli, of land or a building. Bir torpağın, quru sahəsinin və ya binanın. To be next to something, nəyəsə yaxın olmaq. Or to have one side, ya da elə bir tərəfə malik olmaqdır. Touching the side of something. Başqa bir tərəfə toxunur. Nəyəsə başqa tərəfinə toxunur.
Nəyəsə tərəfinə toxunur. His land abuts onto a road. Onun torpağı deməli nə edir? Yola bitişir, yolun kənarındadır. Belə. İndi bir də burada dostlar bu məna var. Abysmal. Abysmal. Extremely bad or of a very low standard. Həddindən çox pis, həddindən artıq pis və ya çox aşağı standarta malik. Bir sözlə ifadəsi dostlar bizim dildə çox pis deməkdir, dəhşətli, həddindən artıq pis. Sinonim də burada görürsünüz veriblər terrible. Terrible da bilirsiniz, dəhşətli deməkdir. Yəni ya bunu, ya abysmal, ya terrible hansı istəsəniz işlədə bilərsiniz. Abysmally zərfdir, yəni çox pis, dəhşətli dərəcədə. Belə dostlar, buradan o tərəfə gələn dəfə oxuyarıq. Növbəti sözümüz abyss. Abyss olacaq. Abyss. Bax, belə çoxlu sözlər var. Dünya bütün sözləri var. İnşallah oxuyub görək neçə ilə, neçə aya bitirərik.